Katod maddəsinin çıxışı 1,2 elektron volt olan qurğuda katod üzərinə işıq şüası salınır. Katodla anod arasındakı tərs gərginlik 6,5 volt olduqda anoda çatan fotoelektronların kinetik enerjisi 2,5 elektron volt olarsa, katodun üzərinə düşən fotonların enerjisi neçə elektron voltdur? Deməli, katod üzərinə düşən foton katoddan elektron qopardır və elektrik sahəsinin təsiri altında anoda gəlmiş olur. Deməli, fotonun enerjisi bərabərdir çıxışı üstə gəlinsin kinetik enerji. Yəni, düşən fotonun enerjisinin Y foton bir hissəsi çıxışına sərf olunur və yerdə qalanı elektrona kinetik enerji şəklində verilir. Bu başlanğıçdakı kinetik enerjini Y kinetik 1 işarə eləyək. Anoda çatandakı kinetik enerjini də Y kinetik 2 işarə eləyək. İndi, deməli, anoda çatan andakı kinetik enerji, yəni ikinci kinetik enerji bərabərdir birinci kinetik enerji və yol boyu görülən iş. Əgər iş müsbətdirsə, üzərinə əlavə olunacaq, mənfidirsə, çıxılacaq. İndi məsələdə tərs gərginlik sözü qeyd olunub, yəni anod mənfi qütbə qoşulub. Bu deməkdir ki, yol boyu elektrik sahəsi elektron üzərindən mənfi iş görəcək və onun kinetik enerjisi azalmış olacaq. Yəni, ikinci kinetik enerji nəyə bərabər olacaq? Birinci kinetik enerji minus yol boyu görülən iş. Deməli, ikinci haldakı kinetik enerji, yəni anoda çatan andakı kinetik enerji 2,5-dir. Birinci haldakı kinetik enerjini bilir. Minus katodla anod arasındakı gərginlik 6,5 voltdur. Elektron üçün belə 1 volt, 1 elektron volt qədərdir. 6,5 də 6,5 elektron volt qədər olacaq. Onda birinci kinetik enerji, yəni fotonun təsirindən katoddan qopduğu andakı enerjisi 2,5 plus 2,5 plus deməli 6,5 9 elektron volt olmuş olacaq. Onda fotonun enerjisi olacaq. Deməli, A çıxış plus Y kinetik 1. Yəni, çıxış işinin qiyməti 1,2, kinetik enerji də 9, deməli 10,2 elektron volt.